Fransız rəssamı Paul Gustave Doré şəxsən şahidi olduğu bu faciəni 2 dəfə tabloya köçürmüşdü. Birinci tabloda daha rəngarəng boyalardan istifadə edib, akrobat ailəsi və xəsarət almış oğlanı canlandırmışdı. Ana qucağında can verən övladını tutub ağlayır, dua edir. Yəqin uşaq atası ilə birlikdə tamaşada çıxış edirmiş. Tarazlığı itirib, kəndirdən yerə yıxılıb, başından ölümcül xəsarət alıb. Hələ də kənarda sirk tamaşası davam edir. Torpaq üstünə düzülmüş kartlarda ümid verici bir şey yoxdur. Akrobat ata sanki özünü günahlandırır və sakitcə ağlayır. Tablodakı 2 köpək də nə baş verdiyini hiss edir. Tək bir bayquş heç nə anlamır. 20 ildən sonra rəssam bu faciəni bir də tabloya köçürmüşdü. Yəqin şahid olduğu bu faciə onu çox təsirləndirmişdi.